Hər şeydən qabaq onun Akaki Akakiyeviçə məlum olan baş barmağı gözə çarpdı. Bu barmağın dırnağı eybəcərləşərək bağa çanağı kimi qalın və möhkəm idi. Petroviçin boynundan bir yumaq ipək və başqa saplar asılmışdı. Dizinin üstündə nə isə köhnə bir şey var idi. O, 3 dəqiqədən bəri iynəni saplamaqla məşğul idi. Sapı iynənin ulduzundan keçirə bilmədiyindən qaranlığa və hətta sapın özünə də yaman acığı tutmuşdu. Buna görə də burnunun altından donquldanırdı. Girmir, məlun məni lap cana gətirdin, tülüncünün biri. Akaki Akakiyeviç belə bir məqamda Petroviçin acıqlı olduğu bir vaxtda gəldiyinə peşman oldu. O, Petroviçin bir qədər keyfli olduğu və ya arvadının dediyi kimi taygöz şeytan lap sərsam olduğu zamanlarda bir şey sifariş etməyi xoşlardı. Belə hallarda Petroviç adəti üzrə çox həvəslə güzəştə gedər və razılaşardı. Hətta baş əyib təşəkkür edərdi. Düzdür, sonra arvadı gəlib sarıyırdı ki, əri sərxoş olub. Ona görə də işi ucuz götürmüşdü. Ancaq belə hallarda bir-iki şahı artırmaqla iş qurtarıb gedərdi. İndi isə Petroviç deyəsən ayğı idi. Buna görə də sərtlik eləyəcək, yola gəlməyəcək və kim bilir neçə qoparmaq fikrinə düşəcəkdi. Akaki Akakiyeviç bunu başa düşüb, necə deyərlər, əkilmək istəyirdi. Ancaq daha iş işdən keçmişdi. Petroviç tək gözünü çox diqqətlə ona zilləmişdi. Buna görə də Akaki Akakiyeviç istər-istəməz dillənib dedi. Salam Petroviç. Salamat olasınız cənab. Petroviç Akaki Akakiyeviçin nə gətirdiyini görmək üçün üstdən aşağı onun əlinə baxdı. Petroviç, mən sənin yanına gəlmişəm ki, filan. Bunu da demək lazımdır ki, Akaki Akakiyeviç danışığında cürbəcür ədat və nidaları, hətta heç bir mənası olmayan ləfzləri çox işlədirdi. İş bərkə düşəndə o hətta cümləni yarımçıq qoyub qurtarmazdı. Belə ki, çox zaman nitqini bu, düzü, filan, fəsman sözləri ilə başlar, daha artıq bir şey deməz, söyləyəcəyini də unudar və elə güman edərdi ki, hər şeyi deyib qurtarmışdır. Nə dediniz? Petroviç tək gözü ilə onun bütün vismundirini yaxalığından tutmuş qollarına, kürəyinə, ətəyinə və ilməklərinə qədər nəzərdən keçirdi. Bütün bunlar ona çox yaxşı tanış idi. Çünki bunu o özü tikmişdi. Dərzlərin adəti belədir. Elə ki, rast gəldi, əvvəlinci iş bu olacaq. Mən, budur, filan, Petroviç, şinel, mahudu, görürsən, qalan yerləri hamısı möhkəmdir. Ancaq biraz tozlanıb. Ona görə də gözə nimdaş kimi görünür. Amma təzədir. Tək bircə yeri biraz filan, kürəyində. Bir də budur, bir çiynindən azca gedib. Bir də ki, azacıq bu çiynini görürsən, vəssalam. Bir elə sən deyən iş yoxdur. Petroviç kapotu götürüb, əvvəlcə stolun üstünə sərdi. Bir xeyli nəzərindən keçirəndən sonra başını buladı və əlini pəncərəyə uzadıb, dəyirmi burnotu qabını götürdü. Qabın üstündə general şəkli var idi. Bu generalın kim olduğu məlum deyildi. Çünki onun üzünün rəngini barmaq sürtüb aparmışdı. Üstünə də dördkünc bir kağız parçası yapışdırılmışdı. Petroviç burnotu çəkəndən sonra kapotu əlinə alıb açdı. İşığa sarı tutub bir də başını buladı. Sonra onu tərsinə çevirdi. Yenə başını buladı və əl atıb general şəklinin üstünə kağız yapışdırılmış qapağı açdı. Burnuna biraz burnotu qoyandan sonra qapağı örtdü. Burnotu qabını yerə qoydu və nəhayət dilləndi. Yox, düzəltmək olmaz. Ələk kimidir. Bu sözləri eşidəndə Akaki Akakiyeviçin ürəyi düşdü. Axı niyə olmaz ki, Petroviç? O demək olar ki, yalvaran bir uşaq səsi ilə soruşdu. Axı bircə elə çiyinləri biraz gedib. Axı sən də, yəqin ki, parça tikə tapılar. Parça tikə tapmaq olar, parça tikə tapılar. Petroviç cavab verdi. Ancaq tikmək olmaz. Parça tamam çürüyüb. İynəni vurursan, mal süzülüb gedir. Qoy getsin, sən də həmin saat yamaqla. Axı yamağa qoymağa yer yoxdur. Onu bənd eləməyə şey yoxdur. Mal yaman köhnəlib. Mahudun eləcə adı qalıb.
Əl vursan tikə-tikə olar. Bir təhər bənd elə də, axı bəs bu necə olsun, filan fəsman. Yox, Petroviç qəti cavab verdi. Heç bir şey eləmək olmaz. İş yaman xarabdır. Yaxşısı budur, qışın soyuğu gələndə bundan özünüzə bir patava düzəldin. Çünki corab ayağı isti saxlamaz. Onu almanlar çıxarıblar ki, özlərinə bol pul qazansınlar. Petroviç yerə düşdükdə almanları sancmağı xoşlardı. Görünür, siz özünüzə təzə bir şinel tikdirməli olacaqsınız. Təzə sözünü eşitdikdə Akaki Akakiyeviçin gözlərinə qaranlıq çökdü. Otaqda olan bütün şeylər gözünün önündə hərlənməyə başladı. O, yalnız Petroviçin burnotu qabının üstündə olan və üzünün yerinə kağız yapışdırılmış generalı aydın görürdü. O, hələ də yuxuda imiş kimi dilləndi. Necə yəni təzəsini? Axı bunun üçün heç mənim pulumda yoxdur. Bəli, təzəsini. Petroviç rəhimsiz bir soyuqqanlılıqla cavab verdi. Yaxşı, əgər təzəsini tikdirməli olsam, onda onun filan fəsman, yəni neçəyə oturar? Hə, 150 manatdan biraz artıq xərc qoymalısınız deyə Petroviç dodaqlarını mənalı büzdü. O təsirli sözlər söyləməyi çox sevərdi. Birdən bir adamı çaşdırıb mat qoymağı, sonra isə belə sözlərdən çaşıb qalmış adamın üz-gözünü necə turşutduğunu qıyqacı baxmağı xoşlayardı. Bir şinelə 150 manat, yazıq Akaki Akakiyeviç bəlkə də bütün ömründə ilk dəfə olaraq səsini ucaltdı. Çünki o həmişə səsinin yavaşlığı ilə seçilərdi. Bəli, Petroviç cavab verdi. Bir də şinel var. Əgər yaxasına da dəli xəzi qoysan, ipək astarlı başlıqda tikdirsən, 200 manata gedər. Petroviç, sən Allah, Akaki Akakiyeviç Petroviçin dediyi sözləri eşitməməyə çalışaraq yalvarıcı səslə dilləndi. Bir təhər düzəlt, bəlkə biraz da işimə yaraya. Yox canım, heç bir şey çıxmaz. İşimdə hədər gedər, sənin pullarında. Petroviç cavab verdi. Akaki Akakiyeviç belə sözlərdən sonra tamamilə ruhdan düşmüş halda otaqdan çıxdı. Petroviç isə o getdikdən sonra da dodaqlarını mənalı büzüb xeyli müddət işə başlamadı. O, özünü hörmətdən salmadığından və dərzilik sənətini alçatmadığından razı qalmışdı. Akaki Akakiyeviç küçəyə çıxdıqda yuxulu kimi öz-özünə deyirdi. Bir işə bax ha, mən heç düzü güman eləməzdim ki, iş belə filan. Sonra isə bir müddət susub əlavə etdi. Bəs belə, axır ki, işdən düşdü. Düzü, mən heç güman eləməzdim ki, filan fəsman. Bu sözlərdən sonra o yenə xeyli müddət sükut etdi. Ondan sonra yenə dedi. Bəli, belə işlər. Düzü heç gözləməzdim, filan. Bunu heç gözləməzdim. Bir vəziyyətə bax ha. O bu sözlərdən sonra evə getmək əvəzinə özünün də xəbəri olmadan tamamilə əks tərəfə getdi. Yolda bir baza təmizləyən çirkli böyrü ilə ona toxunub çiynini qaraladı. Tikilməkdə olan bir evin yuxarısından onun üstünə bir şapka dolusu əhəng töküldü. O bunların heç birindən xəbər tutmadı. Yalnız xeyli sonra aleberdasını qabağına qoyub burnuzunun içindən qabarlı ovucuna burnotu tökən bir keşikçi ilə toqquşduqda Akaki Akakiyeviç bir qədər özünə gəldi. Bu da ona görə oldu ki, keşikçi dillənib ona dedi. Nə olub? Adamın lap başına çıxırsan. Qabağında səkini görmürsən? Bu sözlər Akaki Akakiyeviçi ətrafına göz gəzdirməyə və qayıdıb evə getməyə məcbur etdi. O yalnız bu zaman fikirlərini toplamağa başladı. Öz vəziyyətini aydın və olduğu kimi gördü. Özü ilə artıq qırıq-qırıq deyil, ən səmimi və ən yaxın bir iş barəsində söhbət edilə bilən nəcib bir dost ilə danışan kimi mühakiməli və açıq bir surətdə danışmağa başladı. Akaki öz-özünə dedi. Xeyr ha, indi Petroviçlə sövdələşmək olmaz. İndi o filan görünür, arvad onu kötəkləyib. Yaxşısı budur, bazar günü səhər onun yanına gedərəm. Hələ şənbə günündən sonra gözü axacaq, özü də yuxulu olacaq. Çünki içkinin xumarı gələcək. O yenə içmək istəyəcək, arvadı isə pul verməyəcək.
Bu zaman mən onun ovcuna ikizə şahı basaram, yumşalar. Onda Şinelin də işi düzələr. Akaki öz-özü ilə bu cür danışıb özünə ürək-dirək verirdi. O birinci bazar gününün gəlib çatmasını gözlədi. Və uzaqdan Petroviçin arvadının evdən çıxaraq hara isə getdiyini görüb, özünü tez onun yanına saldı. Petroviç doğrudan da şənbə günündən sonra xumar-xumar baxırdı. Başı döşəməyə doğru əyilmişdi. Özü də lap yuxulu idi. Ancaq bütün bunlarla bərabər işin nə yerdə olduğunu bilən kimi elə bil şeytan dümsüklədi. Olmaz, o dilləndi. Buyurun təzəsini tikdirin. Akaki Akakiyeviç bu zaman onun ovcuna bir-iki şahlıq bastı. Təşəkkür edirəm, cənab. Sizin sağlığınıza bir balaca özümü bərkidərəm, Petroviç dedi. Amma Şinel barəsində heç bir şey çıxmaz. Təzə Şineli sizin üçün lap qiyamət tikərəm. Necə ki lazımdır, çalışaram. Akaki Akakiyeviç yenə də yamamaq barəsində danışmaq istədisə də, ancaq Petroviç onun sözünü qurtarmağa qoymayıb dedi. Təzə Şineli sizin üçün lap əla tikərəm. Bu barədə arxayın olun. Lap can yandıraram. İstəyirsiniz, lap indiki moda ilə yaxasına taxma gümüş pəncə düymələr də qoyaram. Akaki gördü ki, daha təzə Şinelsiz heç cür iş düzəlməyəcək. Buna görə də tamamilə ruhdan düşdü. Axı doğrudan da necə olsun, Şineli nə ilə, hansı pulla tikdirsin? Əlbəttə, bayram üçün veriləcək, gələcək mükafata bir qədər ümid bağlamaq olardı. Ancaq bu pul qabaqcadan bölünüb paylaşdırılmışdı. Təzə pantolon almaq, çəkməciyə nimdaş boğazlara təzə pəncə tikdiyi üçün köhnə borcu vermək. Bir də at paltarı tikən arvada 3 köynək və yazılı əsərdə adını çəkmək ədəbsizlik sayılacaq 2 at paltarı tikdirmək lazım idi. Müxtəsər bütün pullar xərclənib gedəcəkdi. Hətta əgər müdirə mərhəmət güc gəlib onu 40 manat mükafat əvəzinə 45 ya 50 manat təyin etdirmiş olsa, yenə də orada çox azıcıq bir şey qalacaq. Bu Şinel kapitalında dənizdə bir qətrə kimi görünəcəkdir. Hərçənd o bilirdi ki, Petroviç hərdən ağla sığmayan qiymətlər söyləməyə həvəslidir. Belə ki, bəzən arvadı özü də özünü saxlaya bilməyib çığırardı. Nə danışırsan, dəli olubsan nədir? Axmağın biri. Gah görürsən ki, heçə puça işləyir. İndi isə şeytan onu azdırıb elə bir qiymət deyir ki, heç özü də o qiymətə dəyməz. Hərçənd, əlbəttə o bilirdi ki, Petroviç 80 manata Şinel də tikər. Amma yenə də bu 80 manatı o hardan tapsın? Yarısını yenə bir təhər tapmaq olar. Yarısını tapmaq mümkündür. Hətta bəlkə biraz artıq da düzələr. Bəs qalan yarısını haradan tapsın? Ancaq əvvəlcə oxucu gərək bilsin ki, bu pulun birinci yarısı haradandır. Akaki belə bir adəti var idi ki, xərclədiyi hər manatdan bir quruşunu ağzı açarla bağlanan və üstündə pul salmaq üçün ensiz kəsiyi olan kiçik bir qutuya atardı. Hər yarım ildə o yığılmış mis pulları yoxlayar və onları xırda gümüş pulla əvəz edərdi. O xeyli müddətdən bəri bu işə davam edib. Bu surətlə bir neçə il ərzində 40 manatdan da bir qədər artıq pul yığmışdı. Beləliklə Şinelin pulunun yarısı nağd idi. Bəs qalan yarısını haradan tapsın? O biri 40 manatı haradan tapsın? Akaki düşünüb, daşınıb bu qərara gəldi ki, gərək adi xərclərini heç olmasa bir ilin ərzində bir qədər azaltsın. Axşamlar çay içməkdən əl çəksin, gecələr şam yandırmasın. Əgər bir iş görmək lazım gəlsə, ev xanımının otağına gedib, onun şamının işığında işləsin. Küçə ilə gedərkən ayaqlarını daşlara mümkün qədər yavaşca, ehtiyatla qoyub, pəncələrin üstündə yeriyən kimi yersin. Beləliklə ayaqqabılarının altını vaxtından əvvəlcə dağıtmasın. At paltarını yumağa mümkün qədər gec-gec versin. At paltarı dağılmamaq üçün hər dəfə evə gəldikdə onun əynindən çıxarıb bircə demikoton xalatında gəzsin. Bu xalatda çox qədim şey idi. Hətta zamanın özü ona hörmət eləyib, ömrünü bir qədər uzatmışdır. Düzünü demək lazımdır ki, əvvəllər alışmaq onun üçün bir qədər çətin idi. Ancaq sonra bir təhər alışdı və işlər yoluna düşdü. Hətta o axşamlar özünü ac qalmağa tamamilə öyrətdi.
Ancaq bunun müqabilində fikrində gələcək şinel ideyasını əbədi bir surətdə saxladığından